Bugün ben xəngəl hazırlayacağım. Xəncəl deyildi ha. Xəngəl. Bunun için bize lazımdır 5 stakan un, 2 tane yumurta. Vəssalam. Və duz. He, bir de duz. Biraz bırakça su əlavə edirik. Xəmiri bərk halda yoğururuq. Xəmirimiz hazır. Qoyaq biraz dincəlsin. İndi soğanı doğrayaq. Yağımızı əlavə edək. Soğan. Ocaqda xəngəl ləzzətli olur. Bura duz tökürük, biraz ölsün. Qaldır onu. Soğanımız qovruldu. İndi də əti qovuraq. Zövqə görə duz istiyor, sarkök əlavə edirik. İstiyor. Biraz da sarkök. Bəsdir. Qaldı bir qaşıq yağ. Bu qədər bəsdir. İş ki düşdü xəngələ, gərək yoxdur çəngələ. Soyuq fəsildə vır bədənə get. Xəmiri yayırıq. Xəmiri nə qədər nəzik eləsək, incə eləsək, yaxşı olacaq. Suyu qoymuşdu qaynamağa. İndi bura duzu əlavə edək. Gedək xəmirin yanına. Biz də açdıq. İndi bax belə bölməliyik. Mən bıçağı götürək. Sonra belə belə düz bunu kəsək. Bunu bir atacağıq. Suyunu süzək. Əvvəlcə hazırladığımız sarımsaq qatıq, bunun üstünə biraz gəzdirək. Bax belə. Məhəmməd, sən birinci dadına bax. Necədir? Xəngəli hazırladıq. Əgər sizin öz rəyiniz varsa, reseptiniz varsa yaza bilərsiniz. Hansı rəyində necə bunu hazırlayırlar. Mən getdim. Göz haqqınızı halal edin.